Bir dənə yol deyirəm, eybi yoxdur. Hətta özünüzlə də bağlı bəzi istedadlarınız ki, bilmək istəyirsiniz, kəşf eləmək istəyirsiniz, düşünürsünüz, tapa bilmirsiniz. Onlar bir insana müraciət eləyəsiniz ki, təcrübəli insandır, bacarıqlı insandır, yəni düşünən insandır. Biraz səni tanısın, tanıya bilirsə, tanısa sənə o kəşf edər hansı bacarıqların var. O sənə yol göstərər. Sual vermək, dinləmək ona görə lazımdır bəzi vaxtlar ki, səni kəşf eləsinlər, səni istiqamət versinlər. Hər şeylə çox danışmaq bir şey deyil. Ana deyir, bir nəfər o övlad deyir ki, bundan da ilk ulaşdırım, bir övlad deyirdi ki, mən elə anası oturarmış, elə bu danışardı ana qulaq. Axırda ana bir dəfə dedi, bala, Allah sənə 2 qulaq verib bir ağız. Bunun mənası budur ki, heç olmasa danışdığın 2 qat eşitkinə. Danışdığın 2 qatın qulaq as. Nə qədər danışırsansa 2 qat qulaq as da. 1 saat danışmırsan 2 saat qulaq as. 2 dənə qulaq veriblər sənə. İnsan gələ qulaq assın, hərdən eşitsin, bilsin. Bu da mühüm, istedadın kəşf olması üçün